Hörmətli izləyicilərimiz, dünyada bu çaxnaşmanın baş verdiyi bir vaxtda, müharibə dövründə sizə gülləyə davamlı, topa davamlı bir dənə möhkəm ev çəkib təqdim edirəm. Neçə manat olsa yaxşıdır, hörmətli izləyicilər? Neçə? 45.000 manata sizə evin də, torpağın da kupçası olan bombaya davamlı bir dənə ev çəkib təqdim edirəm. Hal-hazırda qonaq otağındayım. Dəyərli izləyicilərimiz, evin fundamenti, evin üstünün kəməri, divarları qoşa kubik. Baxın, göstərirəm. Hörmətli izləyicilər, Masazır qəsəbəsində 569 nömrəli marşrut dayanacağından 150 metr məsafədə kondisionerin xətti, kombi xəttləri, televizor xəttinə qədər, elektrik qovşaqları hamısı qaydasında. Bura evimizin mətbəxidir. Baxın, qaz, su, işıq, kanalizasiyaya qoşulub, aspiratorun xəttinə qədər atılıb. Burada da kombi xəttləri, pəncərələr, şəbəkə pəncərələr, qoşa kubikdir, hörmətli izləyicilər. Krişiyə çıxmağa yeri. Deməli, burada hamam sanuzeli, kafe elementləri hamısı qaydasındadır, hörmətli izləyicilər. Kanalizasiya qeyd edeyim ki, mərkəzi kanalizasiya sistemidir. Bura elə belə qardirob otağı kimi falan nəzərdə tutulub, ayaqqabı şkafı falan rahat şəkildə qoya bilərsiniz. Burada bir dənə yataq otağı. 45.000 manata, Masazırda hörmətli izləyicilər, 40 santidir, qoşa daşlı divarları və məktəbə, 6 nömrəli məktəbə yaxındır. Buradan hardasa 7-8 dəqiqəlik məsafədədir. Xudmani həyətyan sahəsi var, maşın daxil olmasa da motosikletdən zaten salmaq olar. Kimsə kuryer falan işləyirsə gətirib sala bilir. Baxın, bütün otaqlara keçidi falan. Bu da kombi xəttidir. Bu istifolun kollektorudur, trapıdır, o da mərkəzi kanalizasiyaya gedir. Üzü küçüyü olan evdir, görürsünüz. Maşını sizə saxlam evin qabağında. Baxın, dəyərli izləyicilər, qoşa daşdır, tol, görürsünüz, plyonka toldur. Bura kəməri, nə istəyirsiniz? Üstü də paket krişadır, dəmirdir, yanan material deyil. Bax belə, 45.000 manat zəng eləyin, gəlin, evi alın, sağ olun.